Salamünaleyküm. Gördüyünüz evdə düzəlmə inkubatordur. Özüm yığmışam. Biri hal-hazırda işləyir. Səliqəlidir, yaxşıdır, yaxşı çıxış verirlər. Belə bir kutu götürürsünüz. Bu kapron saxlama qabları var, o da yarayır. Bir dənə içinə ventilyator, içinə su qabı, iki dənə lammuçka, biri burada, biri buradadır. Bu beyindir, inkubatorun XM. Burada üstündə yazılıb. XM 3001. Belə inkubator beyindir. İnkubatorun beyinlə ventilatoru ikisi də 220 ilə işlədiyi üçün 220-yə bağlayıb bir dənə şnur bəs eləyir. Gətirdiyin beyindən çıxan iki şnuru bağlayırsan inkubatora 220-yə, çöldən gələn 220-yə, qırmızı kabel, qara kabel, bunlar 220-yə bağlanır. Bu beynin içəridə olması budur. Datçiki, istilik datçikidir. Bu iki dənə sarı, qara kabeldə dəyişir bəzi beyinlərdə, amma çox vaxt belə olur. Sarı, qara kabeldə içəri lammuçkalara gedən şnurdur. Gəlir, girir buradan, keçir lammuçkalara. Lammuçkalar qızır. Qızdıqca ventilyator həmin istiliyi içəridə yayır. Ventilyatorun şnuru da promoy çıxır, birbaşa bağlanır 220-yə bu kabelə. İndi bu biraz dağınıqdır, inşallah tam düzəldəcəm. Bunu buradan bağlayıb 45 dərəcədə eləmək olur. 45 dərəcə belə fırlanıb eləmək olur. Onda mən çox yaxşı nəticə almadığıma görə mən belə bir şey düzəltmişəm. Düz fırlayıram yumurtaları. Bunu çıxardım hələlik. Belə bir şey düzəltmişəm. Yumurtaları fırlanır üstündə. Bunu qoyuram belə, setkadır, bildiyimiz setka. Bu da taxtaya vurmuşam. Düz bir şey. Bu da yumurtaları içində fırlatmaq üçün setkamız. Yumurtanı bunun içinə qoyuruq bu şəkildə. Mən özüm bunu bu şəkildə deşmişəm ki, belə məftilləri çox eləmişəm ki, hər razmerdə yumurta yığa bilim. Hansı razmerdə nə yumurtası qoysam, o razmer eləmək üçün bu məftilləri mən çox deşib qoymuşam. Fırlamağı da belə. Motor da qoymaq olar, amma motor istəmədim. Özüm belə bir şey yazdım. Belə gedir, gəlir. Gedir, gəlir. Bunu sutkada 2 dəfə fırlasan, bəs eləyir. Sadəcə su qabını, suyunu olmağını baxmalısan. Bu da üst qapağı. Bu da nəmlik datçiki. Mən heç bir problem yaşamamışam bu nəmlik datçiklərlə bağlı. Nəmlik datçiki də istilik datçikindən eyni səviyyədə, eyni yerdə olmalıdır ki, ikisini də dəqiq biləsiniz. Bağlayırsınız ağzını. Hər dəqiqədə ağzını açıb baxmaq olmaz ki, havalanma üstündən, ventilyatorun üstündən 2 dənə havalanma, 2 dənə də bu biri başdan havalanma olsa bəs eləyir.